7 Rövlan Muradov, 14 Elçin Əlicanov, 4 Ruan Renato, kapitan 25 Enrique Custodio, 9 David Volkov, 30 Ricardo Martins, 93 Brahim Konate, 5 Anje Mutsinze, 11 Junior Martin. Sonuncu dəfə ötən ilin dekabr ayında Qarabağla maçda zirəniyyətli meydanda olub. Beləliklə Fərid Hacıyevin startı səsləndi və Zirə Qarabağ qarşılaşması start götürdü. Bir nəfərli canlı səd var. Montiel birbaşa qapıya zərbə endirəcək, ötürmə olacaq. Montieldən birbaşa qapıya zərbədir. Qapıcı dəf edir. Qapıya zərbə olacaq. Ötürmə gəldi qapı qarşısına. Medina'nın müdaxiləsi var. Zərbə endirildi, yenə qarşı salındı. Oradan Cinaha. Enrique. Cərmə meydançası önünə göndərilən top. Endirdi Volkov və hakim burada nə deyir? Qərar davamdır. Konate, Brahim Konate yıxılıb. Bu vəziyyətdə Konate və Mateo Silva mübarizəsində. Konate ayağını uzatmışdı, topu götürməyə çalışır. Kadi. Bikalyo topladı. Bikalyo'dan cərmə meydançasına Anje Mutsinzi. Mübarizəni udur. Uzaqdan zərbə indirilir və gol! Bu qola reaksiya verə bilmədi. Zərbəni dəf edə bilmir. Baxırıq Montiel uzaqdan indirilən zərbə və indi ötürmə etdi Rövlan Muradov istiqamətdə. Baxladı Medina Rövlan Muradovu. Medina. Top ikisi qapıya zərbə indirilir amma topu qapçıya yaxın zonaya göndərdi Rövlan Muradov. Baxırıq bir daha izləyib. Bax burada fikir verin, bir qədər qapçıdan uzaqlaşan istiqamətə vursaydı bilmək olmazdı. Koxalski çata biləcək deyə yox. Cəfər Quliyev ondan ötürmə qapı qarşısı. Başla zərbə. Dirəyə dəyən top. Duran topu qapı dirəyinə vurdu. Volkov bir rəqibi keçdi amma və təzyiq davam edir. Volkov burada isə Koxalski özünü çatdırdı. Konate istiqamət ötürməyə. Konate çatdı topa. Bikalyo qarşısındadır. İrəlidə çoxalamağa çalışır. Zirə ötürmə gəldi cərmə meydançasına. Zərbə ayağı boşa keçir Martin Junior. Martin Junior zərbə endirə biləcək mi? İndirdi, zərbəsi qarşı salındı. Koxalski. Müdaxilə var qapçıdan. Qapıya zərbə. Mateo Silva çərçə yenən zərbənin qarşısını aldı. Zubir. Zubirdən Cinaha. Qarabağın hücumu təhlükəli ola bilər və bu da ikinci gol. 55-ci dəqiqə Camilo Duran fərqlənir. Və indi də Zirənin qapısına yol tapır Camilo Duran. Baxırıq bir daha. Təbii ki, vəziyyət öz xeyirlərini dəyişmək üçün gol önəmlidir və bu qola yaxınlaşdılar, amma Konate yaxınlaşdılar rəqibin cərmə meydançasına. Ceyhun, Volkov, Ceyhun zərbə indirir və gol! 70-ci dəqiqə Ceyhun Nuriyev fərqlənir. İntriqa qayıdır oyuna. Zirə fərq azaldır Ceyhun Nuriyevin vurduğu qolla. İki bir olur hesab. Ceyhun Nuriyevin mövsümdə 3-cü qoludur. İkinci turda Qəbələ ilə maçı dubl etmişdi. İndi Qarabağın qapısına yol tapır. Baxırıq bir daha epizodun təkrarına. Medina bu epizodda mane ola bilmədi Ceyhun'a. Və budur. Top uzaqlaşdırmaq istəyir Medina, alınmadı. Top Ceyhun önünə düşdü və o da dəqiq zərbə ilə hesab arasındakı fərqi azaldır. Kəpəzlə maçda
90 üstə gəl 7-ci dəqiqədə Ruan Renato'nun vurduğu qolla məğlubiyyətdən qaçdı Qarabağ Zirə komandası. Cəfər Quliyev ötürməyə zərbə endirilir və top qapıdan keçmədi. Zirənin fərqlənməsi Qarabağı hərəkətləndirdi. Daha bir imkan və 3-cü gol vurulur. 3-1. Bir daha baxaq. Çıxa bilmədi burada Zirə. Və Papnaşvili'dən Cinaha. Enrique Custodia istiqamətinə. İndi Mikels. Mikels'dən ötürmə. Yaxşı ötürmə alındı. Hücum davam edir. Təhlükəli gəldi Zirə. Əl bədənə bitişi idi burada. Elvin Cəfər Quliyevin əli bədənə bitişi idi. Yəni bu əl... Baxırıq, baxırıq. Əllərini yığmışdı, daha sonra açdı, amma top sol əlinə dəymiş kimi görünür, amma sol əl də bax orada bədənə bitişik formada idi. Sanki. Bu hücumdan bir şey çıxara biləcək mi meydan sahibləri? Zərbəyə imkan verilmir hələ ki. İndi zərbə endirir, amma dəqiq deyil. Tural, Kadi, Tural ötürmə Yankoviç'e. Və bu da final fiti. Fərid Hacıyevin fiti səslənir. Zirə Qarabağ maçı yekunlaşır. Və beləliklə Qarabağ aktivlə növbəti 3 xalı yazmaqla xal ehtiyatını 52'ye çatdırır.